Bəsdir biz daha doymuşuq. Mənim gəlinimin günahı yoxdur. Ər həyat yoldaşına balta ilə xəsarət yetirdi. Qanla nəticələnən ailə münaqişəsi Ağdamın Mahrızlı kəndində baş verib. Bəsdir biz daha doymuşuq. Mənim gəlinimin günahı yoxdur. Bizim evin bir günahı yoxdur. Benim ne doğumlarımızı kazandığımızı burnumuzdan töküp verilirdi. Ömürlük onu tutsun. Ne kadar hayatı var koy gelsin orada sürsün. Onun balaları yazıktı. Gelsin 5 gün yaşasın. Ağır xəsarət alan kənd sakini 51 yaşlı Gülzadə Salahova xəstəxanaya yerləşdirilib. Salahova Gülzəndə Abbas qızı qeyd edilən tarix 31.01.2026-cı il tarixdə Ağdam rayon mərkəzi xəstəxanasına daxil edilmişdir. Təzyiq və təxirə salınmış tibbi yardım vasitəsilə. Xəstə daxil olarkən qapalı kəllə beyin travması, təpə nahiyəsində və alt çənə nahiyəsində açıq yaralar, kəsilmiş yaralar, sol bazunun yuxarı üçdə birində kəsilmiş, çapılmış yara. Xəstənin yaraları birincili işləndi, cərrahiyyə şöbəsinə sövq olundu. Xəstənin hal-hazırki vəziyyəti orta ağırdır. Polis əməkdaşlarının keçirdikləri tədbir zamanı cinayət əməlini törətməkdə şübhəli bilinən Ceyhun Salahov saxlanılıb. Qeyd edək ki, Ceyhun Salahovun əvvəllər həbsdə olduğu bildirilir. O, 12 yanvar tarixində azadlığa buraxılıb. Faktla bağlı araşdırma aparılır.